düzünü deyə bilmərəm, adını nə qeyd eləmişəm. Həyatımda heç kəs yoxdur, yəni bu qədər. Döyərəm. Mən qeyd eləmirəm. Bugün Azərbaycanda Milli Sevgililər Günü qeyd olunur. Dünya ölkələrində Sevgililər Günü adətən fevral ayının 14-də qeyd olunsa da, artıq Azərbaycanda bu tarix dəyişib. İyun ayının 30-da Sevgililər Gününün qeyd olunması 20 yanvar faciəsində şəhid olan İlham və Fərizənin toy günü şərəfinə Sevgililər Günü kimi qəbul olunub və biz bugün Sevgililər Günü ilə bağlı paytaxt sakinlərindən onların fikirlərini soruşuruq. Mən sevgililər gününü hər gün qeyd edirəm öz uşaqlarımla. Demək olar ki, indi də qeyd eləyib gəlirik. Sevgiliniz sizinlə eyni xasiyyətdədir, yoxsa necə? Ümumiyyətlə, mən bilmirəm, yəni yaşla dolduqca hiss edirəm ki, xasiyyətim daha da mürəkkəb olur. Ona görə də o suala çətin olar mənə cavab vermək. Öz xasiyyətinizdə bir insanla sevgili olmaq istəyərdiniz? Hətta evliyəm öz xasiyyətimdə biri ilə. Evli olmamışdan əvvəl məhz öz xasiyyətinizdə olan biri ilə evli olmaq istəmisiniz, yoxsa? Mənim xasiyyətim biraz çətin xasiyyətdir, amma tutur da, eyni xasiyyətdəyik, tuturuq. Bir sevgililər günüdür. Mən ailəliyəm, mənim ailəm, yəni mənim həyatımdır. Mən ailəmi çox sevirəm. Ailə gözəl bir şeydir. Təbii ki, ailədən gedir söhbət. Sizcə Sevgililər Günü fevral ayının 14-də qeyd olunmalıdır, yoxsa məhz bugün, iyunun 30-da? Qabaq fevralın 14-də olurdu, amma bu sonra elədilər 30-u. Sevgililərə ürək sözüm odur ki, möhkəm olsunlar, həqiqətən bir-birini sevsinlər. Yəni, sevgi gözəl bir şeydir. Təbii ki, sevgidən gedir söhbət. Hamısına xoşbəxtlik arzulayıram. Yarının gülüşüdür dünyada onun əlacı. Mənimcə ayın 30-da, ona görə ki, bu bizim tarixdir, bu bizim milli sevgililər günümüzdür. Ona görə də mən ayın 30-unu alqışlayıram. Təxminən xanım, Sevgililər Gününün fevral ayının 14-də qeyd edirsiniz, yoxsa iyun ayının 30-da? 14-dür. Səbəb? Elə bilmişik də həmişə. Sevgilinizin sizin xasiyyətdə olmasını arzulamısınız? Ola bilər. Bilmirəm, yəni necə deyim. Bəzi momentlərdə ola bilər ki, hə. Hansı məqamlarda olar məsələn? Mehriban olması, danışıb gülməsi, romantik olması. Sevgilinizin adını telefona necə qeyd eləmisiniz? Adını olaraq. Familiyası ilə yan-yana? Yox. Dəqiq bu belədir. Yox, düzünü deyə bilmərəm, adını nə qeyd eləmişəm. Həmişə elə qeyd eləmişik. İndi sevgililər günü olsa belə hədiyyəsizəm, yəni. Sevdiyiniz həyat yoldaşınız, sizi qısqanan həyat yoldaşınızın yalanını tutsanız və əmin olsanız ki, o sizə yalan danışıb, nəticəsi nə olar? Döyərəm. Məhəmməd bəy, Sevgililər Gününü fevral ayının 14-də qeyd edirsiniz, yoxsa iyun ayının 30-da? Mən qeyd eləmirəm. Niyə? Qeyd eləmirəm da. Sizcə sevginin günü var? Yoxdur, elə hər gün sevgililər günüdür. Həyat yoldaşınızın adını telefonunuza necə qeyd etmisiniz? Ev kimi qeyd eləmişəm. Sadəcə ev? Və Sevgililərə arzunuz nədir? xoşbəxt olsunlar. Başqa? Başqa da ki, Ay qız sənsiz bu dünyanı mən axı neynirəm? Mən səni sevirəm, sevirəm, darararam.